Ya Allah, hər kəsin günü uğurlu olsun əzizləyicilər. Bayramdan sonra ilk paylaşımlarımıza başlayırıq inşallah. Gəlmişik Məhəmmədidə 4 sotda 2 mərtəbə, 7 otaq, orta monolit beton, paket qubca, ekonom marketə də harca bir 300 metr məsafəlikdə bir ev təqdim edirsə, yaşayışlı evdir. Yaşayış olub, yəni belə deyə əslində yaşayış olub. Amma indi yaşamırlar. Evdə də deyim olar ki, elə gördüyünüz şeylə qalacaq. Elə bir böyük bir şey də yoxdur. Mətbəx hissədən başladım. Burada bizim geniş qonaq otağımızdır. Tam şəxsi tikilidir. Stil sistemimiz kombidir. Qazı, suyu, işığı, Wi-Fi. Evin içində 2 hamam sanzel var. Biri ofşidədir, biri otaqdadır. Yəni sanitar qovşaq belə deyək. Baxın. Maşallah olsun. Geniş evdir, geniş otaqlarıdır. Və burada da bir hamam sanzel. Çox müddətdir yaşanmır. Ona görə bəzi nöqsanları ola bilər. Amma qiymət baxımından çox qəşəng bir qiymətdir. Burada sanitar qovşaq ofşidir. Burada belə bir praxojdur. Düşüm sizi həyətlə tanış eləyim. Orta dediyim ki, manat beton. Alt yerin betonu verilib, üstünün kəməri və belə həyət yanı bir sahəsi var. Evin hər tərəfinə keçmək mümkündür. Burada altında istəsəz qaraj kimi istifadə edə bilərsiniz oranı. Burada da bir neçə otaq paylanıb, əzizləyicilərim şifahi olaraq göstərim. Baxın. Artıq aşağı mərtəbələrdə kombi xətləri də çəkilir, bəzi yerlərdə hələ radiatorlar da var. Maşın da rahatlıqla girir. Qiymət neçə idi? 115? 115 min manat. Real alıcıya da inşallah indirim olunacaq. Sağ olun, var olun.